hazırlayıram da. Sabahınız xeyir, My Public Life kanalına xoş gəlmisiniz. Bu vlogu hansı gün izləyirsinizsə, o gününüzün uğurlu keçməyini arzulayıram. Elə isə biz yeni vlogumuza başlayaq. Biz Raul'la günə adidən səhər 8-9, bəzən də yubandığımız vaxtlar olur, onda başlayırıq. Və ilk iş Raul'un suyunu verirəm. O suyunu içənə kimi, başına qatına kimi isə yeməyini hazırlamağa başlayıram. Bəzi səhərlər yumurta pomidor hazırlayıram, bəzi səhərlər sadəcə kaşa verirəm və kaşalarına hər zaman yağ, küncü təzməsi və yaxud keçi boynuzu özü qatıram və bir çay qaşığı qoz ləpəsi, bir çay qaşığı badam və yaxud da bir çay qaşığı fındıq ləpəsi qatıram. Al. Молодец. Mən pastilləri həftədə bir dəfə dəyişirəm. Yayda isə yastıq üzlərini daha tez-tez dəyişirdim, amma ümumilikdə həftədə bir dəfə dəyişməyim kifayət eləyir. İndi görəcəyiniz yataq dəsti əslində dəst deyil. Fərqli insanlar mənə fərqli dəstlər alıblar. Bəziləri sadəcə balış üzlərini alıblar. Bəziləri pastellə digər balış üzləridir və yorğan. Bunların hamısını bir arada dəstləşdirib belə bir şey alındırdım. Sona qədər izləyin, məncə bəyənəcəksiniz siz də. Deməli belə. İndi mən nə edirəm? Bu dolabı orqanizasiya eləməyə çalışıram. Bilmədim Azərbaycanca necə deyim. Səliqəyə salmağa çalışıram. Bəlkə də bunu hər həftə eləyirəm. Yenə də dağılır. Bu səfər tapdığım çözümlə heç bir vaxt dağılmamalıdır. Əvvəlcə yığım, ondan sonra sizə göstərəcəm nə necədir. Bu da mənim balaca köməkçim. Mən yığıram, o tökür. Və hazır. Bu səfər ürəyimcə oldu. Deməli, özüm qapıları açıq qoydum ki, rahat görünsün. Mən bura yayda olan orqanizasiyanı da yığaram. Yayda tamam başqa cür yığmışdım buranı. Qış paltarları hamısı bazaya getmişdi. Yay paltarları, Raul'un paltarları məsələn burada yox. Bu bölmədə idi.
mənim yoldaşımın rubaşkalarımız, donlarımız burada asılı idi. Amma qış gödəkçələri çıxdığı üçün artıq yerimiz dar oldu. Nəysə, belə düşünürəm ki, yəni səliqə pozulmayacaq. Uzun müddət məncə belə qalacaq. Bu çantalar həmişə burada olub. Yəni əslində bunları başqa yer tapıb buranı da dəyərləndirmək istəyirdim, amma başqa bir yer tapa bilmirəm. Burada həm daha səliqəli qalırlar, həm də hamısını görə bilirəm. Beləliklə yadımdan çıxmır da. Elə olur ki, məsəl üçün aylarla bir çantanı istifadə edirəm, heç o birisləri yadıma düşmür. Nəysə, burada hal-hazırda geyindiyimiz geyimlərdir. Məsəl üçün rubaşkaların altından hələlik futbolkaları saxlamışam ki, altından geyinməyə. Burada isə bunlar çamadan üçün nəzərdə tutulub. Səyahətə falan çıxanda çamadanın içi dağınıq olmasın deyə. Çox nadir hallarda haraysa getdiyimiz üçün elə dedim bunlarda istifadə eləyim. Burada qışlıq papaqlardır, şərflərdir. Burada isə kəmərlər falan belə bir şeylərdir. Burada pastellərdir. Pastellərimin hamısı bunlar deyil. 4-5 dəsti düzdür istifadə eləmişəm. Nəyim varsa hamısını istifadə eləmişəm. Amma təzədən onları yığışdırıb qoymuşam. Bunların materialları çox xoşuma gəlir deyə elə bunları saxlamışam. Burada Raul'un hər sezona uyğun pletləridir. Arxada da yenə həmin o orqanayzerdən var. Onun içində də Raul'un pamazlarıdır. Bura belə. Bu da qəşəng bir şeydir. Bundan bir dənə də almağı düşünürəm. Şalvarları belə saxlayır. Həm əzilmirlər, həm də yerdən də qənaət olur. Belə bir şey. Sonra keçirik bu yana. Burada gödəkçələrdir. Deməli, burada Raul'un kurtkasıdır. 2 dənəsində sifariş vermişəm. Yoldadır, gəlirlər. Onları da çox güman ki, bura aşağı asacağım. Burada aşağıda nə var? Bu asılqanı mənə hədiyyə eləmişdilər. Bu asılqanı çöldə çıxardıb qoysam, burada yerim var, qoya bilərəm. Amma çölə çıxarıb qoysam, Raul gələcək, hamısını dartacaq, hamısını salacaq yerə. Ona görə elə burada belə həm boş yer var idi, həm beləliklə daha səliqəli oldu, həm hamısı ütülü, asılı. Yəni hər dəfə çıxardıb ütüləməli olmayacaq və yaxud qatdaq ikən gözdən itməyəcək. Hamısını istifadə eləmiş olacağım beləliklə. Burada Raul'un çantalarıdır. Bu kalaskasının çantasıdır. Çox rahatdır. Az bir şey götürəndə bunu işlədirəm. Amma uzaq yol çıxanda falan bu çantanı götürürəm. Bu da çox gözəl çantadır. Burada arxada Raul'un böyük şalvarlardır. Bunlar ev şalvarlardır. Bunun altında isə yenə çöllük şalvarlardır. Hansılar ki, indi əyninə olur. Burada isə necə göstərim? Burada isə arxada Raul'un böyük paltarlarıdır yenə. Bunlar hamısı hədiyyə gəlib. Qabaqda isə bunu məsəl üçün yeni sifariş vermişəm. Papaqlar falan belə bir şeylərdir. Sonra bu orqanayzerlərdə bunları dəst formasında almışdım. Dörtlüdülər. 2 dənə böyük, 2 dənə belə balaca. Burada yer var idi. Dedim elə burada istifadə edeyim. Bunun içinə bu Raul'un bodilərini düşünürəm ki, elə bura qoyum. Onsuz da hər gün geyinilir. Asılqanda daha çox yer açılsın. Çünki yeni sifarişlərim var. Hətta arxada da asmağa yeri var. Amma oradan götürmək mənə rahat olmayacaq deyə heç nə asmamışam. Bu yanda da yenə Raul'un kalqutqaları, corabları və s. Biraz çıxarmaq çətindir təkəndən. Burada belə, aha yuxarı. Yuxarıda nə var? Bunu belə çəkdiyimiz zaman burada hamısı mənim şalvarlarımdır. Belə daha rahat oldu. Sonra burada ev paltarlarımdır. Burada isə baza, mayka, nə bilim, sarafan altlığı, astar falan belə bir şeylər məsəl üçün də, yəni. Burada belə. Sən nə edirsən burada balaca? Və bu bölmələrdə buraların dağılmayacağına söz verə bilmirəm, amma məncə dağılmazlar. Çünki böyük parçalı əşyalardır burada. Bu 2 rəf yoldaşımındır. Bura hər zaman səliqəli qalır. Çünki əşyası, geyimi az olduğu üçün səliqəyə salmaqda çox vaxtımı aparmır. Burada isə arxada hamısı qışlıq donlarımdır. Yenə qabaqda da
Hamısı bəli, burada hamısı qışlıq donlardır. Bu ikisi sadəcə marketə falan çıxanda geyindiyim şalvarlardır. Bu sezon artıq don almağı düşünmürəm. Bunların hamısını hələ Raul həyatda yox ikən almışdım. Elə modellər seçmişdim ki, indi də rahatlıqla geyinə bilirəm. Və burada da arxada bura kimi ətəklərdir. Bunlar köynəklər, bunlar da sviterlər. Belə. Ümid edirəm bu formada dağılmayacaq. Yəni bunları hamısı, bu ikisi, onlar hamısını Raul üçün almışdım. O vaxtda Raulun, yenə də qoyacağım görsəldə, görəcəksiniz. Bu bölmə Raula aid idi, çox rahat idi, istifadəsi çox rahat idi. Amma dediyim kimi yerləşmədiyimiz üçün məcbur qaldım, Raulun bölməsində əlindən almalı oldum. Bu qədər. Məncə bu səliqə uzun müddət qalar. Raul bəy icazə versə. Deməli, bizim belə bir kladovkamız var. Bura mən lazımsız, yəni əslində lazımlı olacağını düşünürəm. Qutuları yığırdım, cehizlərimdən qalan qutularımı ki, inşallah bir gün böyük evə köçəndə onsuz da qutu axtarışına düşəcəyik. Hazırda evdə yəni yerim var ikən, niyə də yığmayım? Nəysə, qutuları istədim iç-içə yığım ki, biraz daha çox yer açım və bu moment bir qutu tapdım. Hansı ki içində varlığını belə unutduğum cehizlərim var imiş. Unpacking izləməyi sevənlərə məncə maraqlı olacaq. Deməli qəhvə, türk qəhvəsi çeşqalarım var imiş. Oysa ki alma düzdür, qəhvə içən olmasam da hər evdə olmalı olduğunu düşündüyüm üçün almaq istedim, amma varım imiş. Biraz elə bir mətbəximin rəng tonları ilə də uyuşur. Bəlkə bunlarla dəyişərəm yerlərini. Bəlkə. Hətta bir dənə də qəhvə stəkan dəstim var imiş, amma bu mənim tərzim deyil. Bu mənə illər əvvəl hədiyyə gəlmişdi. Amma belə şeylər yəni təzədən dəvə qayıda bilir. Yəni hər ehtimala qalsın. Bu da mənə hədiyyə gəlmişdi. Yəni bu qutuda olanların deyəsən hamısı mənə hədiyyə gəlib. Bu da mənə hədiyyə gəlmişdi. Düzdür, bu da mənim tərzim deyil. Amma burada olanlarla müqayisədə bu daha böyükdür. Bunun daha çox həcmi var. Bunlarda çay süzməyə yəni 2 qurtdumdur, içdim, qutardı. Yenə bu birislərin biraz həcmi böyükdür. Bunu məncə əl aldım. Bununsa qutusu bu deyil, bu şokolad qutusudur. Bunun o qədər gözəl qutusu var idi ki, yəni onu bijuteriyalarımı səhv eləmirəmsə yığırdım içinə. Bunu mən çox axtardım. Çox getdim nənəmgilə, dedim bəlkə onlarda qalıb, cehizlərim köçərkən bəlkə gəlməyib. Çox axtardım mən bunu. Yəni qutularımın hamısının da boş olduğunu düşünürdüm. Bu da mənə hədiyyə gəlib. Bu hətta bəlkə bir 10 il 100% var. 10 il əvvəl yəni rəfiqəm hədiyyə eləmişdi. Bəzi şəkillərdə, videolarda estetik görünür. Ona görə yəni çox axtarmışdım bunu. Buradaymış. Bu stəkanlar bir zamanlar necə dəb idi. Hər evdə görürdüm. Kimə qonaq getsəm, hər evdə. Sırf bu bəzəklər olmasa da bu modeldə stəkanlar, su stəkanları çox görmüşəm. Bu da yenə mənə hədiyyə gəlib. Hətta bu qutuda olan 3 dənəsini, 3 dəsti mənə rəfiqəm hədiyyə eləmişdi. Hətta bir dəstində gündəlik istifadə edirəm. Onu belə o hədiyyə eləmişdi. Əslində çox gözəldir, dəyişim məncə. Gündəlik isə istifadə elədiklərim bunlar idi. Bunlar da yenə həmin rəfiqəm hədiyyə eləmişdi mənə. Bunlar da səhv eləmirəmsə yenə Luminark firmasınındır. Bunlarla əvəz edəcəm. O birislər daha çox xoşuma gəldi, amma bilmirəm bura sığdıra biləcəm ya yox. Əslində əvvəllər bunlardan istifadə edirdim. Bunun hətta qrafinkası da var idi. Bir qrafinka ilə 6 dənə stəkan idi. 4'ü qırıldı, qaldı 2'si. Ona görə əlavə su stəkanları çıxartdım. Hələ sizə göstərəcəm. Stəkanların çoxsu yəni mənə hədiyyə gəlib.
Deməli bu bayaq göstərdiklərimin qutusudur, amma içinə başqa bir stəkan dəsti yığmışam. Bu anamdan yadigar qalıb mənə, xrustaldılar. Bunları heç istifadə eləmirəm, eləməyi də düşünmürəm. Yəni sınmağından falan qorxuram, ona görə xatirə saxladığım üçün istifadə etmirəm. Açdım belə ağzını ki göstərim. Burada belə bir şey var. Bu da yenə su stəkanıdır. Burada bakallardır. Yəni bunlar əslində hamısı keçmiş dəb olduqları üçün artıq istifadə eləmirəm. Burada da yenə belə bir stəkanım var. Bir də burada rumkalarım var. Bunlar da yenə anamla mənə yadigar. Kladovkanın son halını soruşanlar üçün paylaşıram. Deməli, qutuların hamısını iç-içə yığdım, bəzilərini açdım, belə düz formada qoydum, ona daha az yer tutdular. Amma digərlərini iç-içə yığdım, arxaya yığdım. Qabaqda mənim qışlıq ayaqqabılarımdır. Daha sonra ikinci rəfdə arxada yenə cehizlərdir. Qabaqda bu qutularda ayaqqabılardır. Burada qonaqlar üçün şəpiklər. Raulun vannası, hamamımız düzdür, genişdir, amma hamamda kalabalığı türklər demiş sevmirəm. Ona görə burada saxlayıram. Arxada Raulun qışlıq kalaskası. Onu da nənə gidə aparacaqdım əslində. Yerim azdı deyə, amma ehtiyac qalmadı. Hələ ki idarə eləyirəm. Arxada yenə bir-iki cehizlərim, ayaqqabılar. Раул кушать хочет, кушать. Сейчас Раулка кушать будет, да, Раул? Да, bana. Bu arada Rus dilini öğretmək istəyirəm. Ona görə də ilk günlərindən çalışıram ki, həm Rusça, həm Azərbaycanca, həm öz dilimizdə, həm Rusça. İngilis dilini o qədər də bilmirəm. Əslində fikrim var, Raul biraz böyüyəndən sonra İngilis dilini gəlib təmiz öyrənməyə. Amma hələlik Rus dilini öyrətməyə çalışıram ki, məktəbə gedəndə çətinlik çəkməsin. Gəl. Burada nə var? Deməli, toyuq çolpası, brokoli, kök, kartof, soğan, bir də darı yarması, darı. Biraz istidir. Əslində mən buna çörəkdə vururam, artıq Raula çörək verməyə başlamışam. Sadəcə indi çörəyimiz bitib. Nəysə, belə də yeyə bilər. Belə də onsuz da yetəri qədər proteinlidir. Bir də zeytun yağı. Hə, bir də ki, artıq bugündən etibarən duz da verməyə başlamışam. Çəhrayı duz vurmuşam. Çox az, bir kimlikdən belə az vurmuşam. Görün. Молодец. Siz bir bunun üz gözünə baxın. Bu qədərini də saxladı. Eyb yox, onsuz da yeyəcəyi qədərini yeyib, doyub. Əsas odur ki, doyub. Gedək əl üzvü yuyaq, balaca. Gedək Raulun əl üzünü yuyaq. Ondan sonra da tapdığım bir tarif var Raul üçün. Onu eləmək istəyirəm. Raula peçenya. Yarım banan, yarım kök, qaynanmış kök əlbəttə ki, qarğıdalı unu, yoxsa adi un da ola bilər. Bir armudu stəkandan biraz az, yəni əlavə elədikcə baxacaqsınız onsuz da xəmirinə. Bir də 1-2 çay qaşığı da yağ. Mən Raulu bu yağdan istifadə edirəm. Siz bir buna baxın, görün burada nə yeyib, görün siz bu nə yeyib burada. Töküb hamısını, dağıdıb hamısını. Olmaz. Bu arada bir stəkan biraz az gəldi, ona görə yenə əlavə edəcəm üstünə. Belə bir xəmir alındı. Mən bunu biraz oxlu ilə açdım və bundan forma verəcəm. Belə bir şey alındı.
İndi biz bunu göndərəcəyik 20-25 dəqiqə 180 dərəcədə qızmış sobada bişsin. Лапочка. Киса, киса, киса. O mamina kisa. Sənə qurban. Elə bir şey alındı. Mənə elə gəlir ki, mən ununu az eləmişəm. Yedim, dadına baxdım, dadı da qəşəngdir. Hətta Raula da verdim. Amma biraz çətinliklə gəlmirdi. Mənə elə gəlir unu çox olsaydı, o zaman daha yeməyinə daha rahat olardı, belə deyim. Amma dadı qəşəngdir. Bunu belə sabah həyətə falan düşəndə verərəm, yolda əlində gəmirə-gəmirə gəzər. Kargolarım gəlmişdi. Əslində digər kargolarla bir yerdə ümumilikdə bir video çəkib paylaşmaq istəyirdim, amma dözə bilmədim və açdım. Vlogda gördüyünüz kimi artıq Raul dolablara girməyə başlayıb. Gücü çatır hamısını açır. Ona görə də belə kilitlər zakaz eləmişdim. Və bugünlük bu qədər. Bu vlogu izlədinizsə, bəyəndinizsə, bəyənməyi unutmayın. Abunə deyilsinizsə, abunə olmağı unutmayın. Çalışacağım ki, daha keyfiyyətli, daha gözəl, daha içdən vloqlar çəkim.